Salam, hər vaxtınız xeyir olsun, xanımlar və beylər. Bu videonu çəkməkdə məqsədim odur ki, 188 nömrəli şirkətin rəhbərləri çox əqidəsiz və vicdansız adamlardır. Nəyə görə? İşçinin haqqını vermirlər, işlədirlər əmək haqqı ilə. Müqavilədə bağlayırlar ki, filan məbləğ alasınız, filan ayın onu və ayın axırı faizinizi alasınız. Nə faizi almaq olur, nə də maaş almaq olur. Mən tək deyiləm. Neçə dənə işçilər var ki, işdən çıxarılıb işlədikləri əmək haqqını ala bilmirlər. Gəlirlər əmək müvəttişliyinə şikayət ediblər ki, bizə yardımcı olun, bizə kömək eləyin. Onlar da deyirlər ki, siz bilirsiniz onlar kimdir, kimin adamıdır, kimin tanışıdır, siz əlinizi puldan üzün. Niyə?